arısı dostlar, yoldaşlar, həmkarlar. İyun ayının 18-i 2026-cı il Qax Alazan valisindəyik. 49 gündür ki, fərqli iki ərazidə arılarımızı yerləşdirmişdik. Sezonun sonlarına yaxınlaşırıq. İnşallah ki, arımız Kirxayın F1-idir, öz yetiştirdiyimiz analardandır. 3 mərtəbəli arıdır. Bunun bir mərtəbəsini akasiyada süzmüşdük bu arının. Görək vəziyyət necədir. Bizə də maraqlıdır. Adnan bugünkü günə qədər 49 gündür köçəri arıçılıqla təbiətdəyik. Dədir. Burada başlayıb arılar. Maşallah, Allah bərəkət diləsin. Allah olsun. Belə. Yəni bu arımızın bir mərtəbəsi akasiyada süzülübdür. Vəziyyət budur. Maşallah, maşallah. Möhürləmə işi başlayıbdır. Bizim ana arı donorumuz Şəhriyə Rabiyə böyük təşəkkür düşür ki, bizi keyfiyyətli damazlıqlarla təmin elədiyinə görə Allah ondan razı olsun. Biz keyfiyyətli məhsul əldə edirik. Digərləri kimi biri qaşığı dartır, uzatır, biri nəlbəkiyə bal su tökür, fokuslar göstərir. Bizim elə işlərlə aramız yoxdur. Balın keyfiyyət göstəricilərini yalnız və yalnız laboratoriya təyin eləyə bilir. Məhsullarımız yüksək keyfiyyət sertifikatlıdır. Səhifəmizdə nömrəmiz var, əlaqə saxlaya bilərlər. Bütün müştərilərə uzun ömür, can sağlıq arzulayırıq. Arı varsa həyat var. Allah hamımızı qorusun.